Qurban Bayramı ərəfəsində Göyçaydakı heyvan bazarında canlanma müşahidə olunur. Növbəti alış-satış günündə bazara 2000-ə yaxın xırdabuynuzlu, 300-ə yaxın iribuynuzlu heyvan çıxarılıb. Alıcılara təklif olunan xırdabuynuzlu heyvanların 70-80%-i bazara qurbanlıq məqsədi ilə gətirilib. Satıcılar heyvanların qiymətinin ucuz, alıcılıq qabiliyyətinin isə aşağı olmasından gileylənirlər. Alıcılar isə onların əksinə qiymətlərin bayram qabağı baha olmasını bildirirlər. Gətirmişiksə heç sata bilmirik, qalmış burada əlində. Cəmaatda alıcılıq qüvvəsi yoxdur. Keçən padnı biz olmuşuq burada, həmin qoyun 120 alardı, indi 140-dan aşağı düşür. Göyçay rayon Baytarlıq İdarəsi Qurban Bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Dövlət Baytarlıq Xidmətinin əmrinə əsasən heyvan bazarına çıxarılan malqara ciddi şəkildə yoxlanılır. Göyçay rayon Baytarlıq İdarəsinin rəisi Ağadadaş Hacıyevin sözlərinə görə Qurban Bayramı günündə nəzarət xüsusilə gücləndiriləcək. Bu eyni zamanda Qurban günü, kəsilən günlərdə bütün kəsim yerlərində baytar həkimlərimiz olacaqlar və onları baytar müayinəsindən keçirildikdən sonra kəsiləcək və kəsildikdən sonra bir də yoxlanılacaqdır. İdarə rəisinin sözlərinə görə nəzarət işləri heyvan satışı bazarları ilə yanaşı